biz bilirik ki, ümumiyyətlə, bioloji təbabət inteqrativ müalicə mərkəzində inteqrativ müalicə üsulları var ki, əvvəldə də qeyd etdik, bütün xəstəliklərə fərdi və fərqli yanaşır. Mənə çox maraqlıdır ki, qranamatoz mastit xəstəliyinin müalicəsində inteqrativ tibbin rolu nədən ibarətdir? Qranulomatoz mastit xəstəliyinin müalicəsində bu atomun bir xəstəlikdir deyə inteqrativ tibb müalicələri, inteqrativ tibb üsulları burada özünü daha yaxşı doğruldur. Necə ki, digər atomun xəstəlikləri müalicəsində olduğu kimi. Ümumiyyətlə, qranulomatoz mastiti biz müalicə edərkən birinci növbədə biz diaqnozu təsdiqləməliyik. Bunu çox zaman, həmçinin də mən qeyd etdim ki, xərçəngdən bunu ayırd etmək lazımdır. Bunun üçün mütləq birinci ultrasəs müayinəsi, mammografiya xəstənin yaşına uyğun olaraq aparılır. Digər bir müayinə üsulu isə əsas dəqiq diaqnoz qoymaq üçün xəstələrdə biopsiyanın aparılmasıdır və biopsiya burada artıq qranulomatoz iltihab olduğunu təsdiq edir. Və bundan sonra artıq müalicəyə başlaya bilərik və bu xəstəliyin müalicəsində yenə də biopsiya ilə bərabər bakterioloji müayinələr aparılmalıdır. Çünki bu bir iltihabi xəstəlikdir. Burada bir törədici mikrob da aşkarlaya bilərik. Və əgər hər hansı bir mikrob aşkarlanarsa, bakteriya, göbələk və s. bu zaman müalicəmiz əsas istiqamətdə bu bakteriyanın aradan qaldırılmasına yönəlir. Həm inteqrativ tibb üsulları ilə, həm də həmin bakteriya göbələyin həssas olduğu antibiotikin tətbiqi ilə. Digər bir növü olan atomun xəstəlikdə isə, yəni lobulyar idiopatik qranulomatoz mastit diaqnozu qoyarıqsa, bu zaman artıq orqanizmdə atomun mexanizmləri aradan qaldırmağa yönəlir. Nədir atomun mexanizmlər? İnsanın öz immun sistemi öz orqanlarına qarşı antitellər hazırlayır və süd vəzidə də bu belə güman olunur. Bunun üçün xəstəlik, əgər xəstə ilkin mərhələdə artıq əlamətlər yeni başlayanda müraciət edərsə, xəstəlik müalicəsi də asanlaşır. Bu zaman yalnız dərman müalicələrindən istifadə etmək olar. Ən əsası iltihabi prosesləri sürətləndirən qidalardan xəstənin uzaqlaşdırırıq. Bundan başqa xüsusi kiçik dozalı preparatlar istifadə olunur. Bioloji orqanizmə heç bir zərər vurmayan ki, bunlar immun sisteminin tarazlığını bərpa edərək xəstəliyin geri getməsinə kömək edir. Əgər xəstəlik irəli mərhələdə inkişaf edərsə, bu zaman steroid preparatların tətbiqindən istifadə etmək olur. Ümumiyyətlə, qranulomatoz mastit xəstə vaxtında müraciət etməsə, bu iltihab proseslərinin, iltihabi düyünlərin yerində abseslər formalaşır. Və getdikcə bu abseslər üzərindəki dərini nazikləşdirərək kənara doğru özü drenaj olmağa başlayır. Yəni fistulalar yaranır və bəzən xəstələr artıq bizə müraciət etdikdə irin axan, içərisindən qatı möhtəviyyət axan fistulaların olduğunu görürük. Və əgər belə hal baş vermişsə, artıq böyük abses boşluqları yaranmışsa, bu zaman cərrahın köməyindən istifadə olunur. Ümumiyyətlə, qranulomatoz mastit az yayılmış xəstəlik olduğuna görə və əvvəllər də daha az yayılmış olduğuna görə bir qədər bunun müalicəsində fikir ayrılıqları da var. Bəzən cərrah əməliyyatı önərən institutlar var, digər hallarda isə dərman müalicəsini daha çox önəmsəyirlər. Əslində cərrahi müalicə müdaxilələrdən sonra, geniş cərrahi müdaxilələrdən sonra süd vəzidə kobud çapıqlar yaranır, süd vəzi deformasiya uğrayır və ümumiyyətlə bu xəstəlik gec sağalan bir xəstəlikdir, geriyə dönüb təkrarlanan bir xəstəlikdir deyə süd vəzi deformasiya olunub çox bir eybəcər bir şəklə düşə bilir. Bu baxımdan geniş cərrahi əməliyyatlardan burada qaçmaq lazımdır. Yalnızca abses boşluğunun drenaj olunması. Ümumiyyətlə, klinikamızda abses boşluqlarını biz bacardığımız qədər kəsiklə yox, şpris vasitəsilə boşaldırıq ki, hər hansı bir kəsik olmasın və bu boşluqları boşaltdıqda həm də təzyiq azalır deyə ağrıların azalması, iltihabın daha qısa müddətə həll olunması kimi biz daha yaxşı nəticələri görmüş oluruq. Eyni zamanda steroid müalicəsində uzun müddətli, əslində bu xəstəlik uzun çəkən xəstəlikdir dedim. Bəzən uzun müddət steroid
preparatların istifadəsinə məcbur qalırıq. Hormon preparatların, bunların da öz yan təsirləri var. Nə kimi yan təsirləri? Xəstələrdə qlukoza intoleransı, çəkinin artması, katarakta, Kushingoid kimi əlamətlər və s. yarana bilirlər. Ona görə də müalicələrə, inteqrativ müalicələrin əlavə olunması bizə həm hormon dozasını azaltmağa kömək edir, eyni zamanda xəstəliyin tez sağalmasına kömək eləyir və hormon müalicəsinin qısa müddət istifadəsinə kömək edir. Və bu kimi halla hormon preparatların, steroid preparatların yan təsirlərini xəstələrimiz daha az görmüş olurlar.